Mən Nihat Emince'nin rəhbəri olaraq Xocalı rayon Daşbulaq kəndində işləmişəm. Qiyasova Aynur, Atabəy qızının şirkətində işləmişəm. Azad adı şəxsə bizim rəhbər olubdur. Qadın xilafı olduğuna görə Azad gəlibdir, rəhbəri edibdir. 3 ay bundan qabaq mən orada işləmişəm, bir qətiyyəti olmamışam. 28-30 nəfər heyətlə işləmişəm. Ondan da sonra mən video çəkib müraciət eləmişəm pulla bağlı. Mənim puluma bağlı müraciət edəndən sonra Tudabella şirkəti var. Onun rəhbəri Anar Məmmədovla mənə zəng vuraraq, məndən xahiş bildirərək, mənə xahiş edib ki, o videonu oradan silin, sizin pulunuzu danışmışam, nümayəndəliklə danışmışam. Telman müəllimlə danışmışam. Və mənə də bu formada dedi ki, Kərimli Telmandan danışmışam ki, veriləcək. 3 həftə bundan qabaq. Amma ya bir şey eləmir. Ondan sonra Hüseynov Səbuhi mənlə əlaqəyə girdi. Mənlə girdi, danışdı, oturdum kabinetində söhbət elədik. 3 həftə bundan qabaq. Bu hadisələr baş verilib, 3 həftə bundan qabaq baş verilibdir. İndi də məni hədəliyirlər, mənə hədə qorxu gəlirlər. Anar Məmmədov mənə hədəliyir ki, sən əgər bu videonu paylaşsan, sənin nə bilim tutturacağım, sənin nə bilim verəcəm prokurorluğa, sənin verəcəm, hara verəcəm, neyinəcəm. Mən başqa heç nə istəmirəm, mən öz haqqımı tələb edirəm. Mənim işçilərim var, 28 nəfər, 30 nəfər mənim işçim var. Mən evimdə salamat otura bilmirəm. Mən ailə uşağı götürüb, mən buradan çıxmaq istəyirəm. Mənə deyirlər ki, əgər səs-küy eləsən, video çəksən, səni də deport edəcəm, səni nə bilim neynəyəcəm, səni verəcəm prokurorluğa, səni verəcəm müstəndikə. Mənə ta o sözlər qalmışdı. Mən də Hüseynov Səbuhinin yanında olmuşam 2 həftə bundan qabaq. Mənə də dedi ki, 2 həftə bundan qabaq dedi ki, səbirli ol, 5-ci günü pul veriləcək. 2 həftə bundan qabaq 5-ci günə, yəni bu 5-ci gündür. Mən də bir həftədə gözlədim, 2-ci həftəni də gözlədim. İndi də mənə gəlib deyirlər ki, pul yoxdur, pul qaldı 3 aydan sonra. Mən xahiş edirəm, Ali Baş Komandamızdan, Cənab Prezidentimizdən xahiş edirəm ki, mənim birinci növbədə təhlükəsizliyimi təmin eləsinlər, ikinci növbədə ki, mənim səsimə səs verilsin. Bu 28-30 nəfərin haqqı verilsin. Məni yəni qoymurlar ki, mən dincələm, sakit oturam. Gəlirlər, evimə basqın edirlər ki, bizi sən işlətdirsən, pulumuzu verir. Mənim deyənə müqaviləməm var, mənim deyənə hər bir şeyim var, işçilərlə də müqaviləməm var, hər bir şeyim var. Mənim vergimə gəlib nə qədər pul oturur. Mən pulumu ala bilmirəm. Xahiş edirəm, Ali Baş Komandamızdan, Cənab Prezidentimizdən xahiş edirəm ki, mənim bir dənə səsimə səs versin. Bir də xahiş edirəm ki, mənim təhlükəsizliyimi təmin eləsin.